Və efirimizin qonağı politolog Rəşad Bayramovdur. Rəşad Bayramov, xoş gəlmişsiniz. Xoş gördünüz. Fikriniz ki, az əvvəl sadaladığım bütün bu şərtləri Amerika qəbul edəcəkmi? Prinsip etibarilə bir-birinin şərtləri o qədər tərs mütənasibdir ki, yəni Trumpın 15 maddəlik belə deyək sülh planı və İran tərəfindən təqdim olunan indi 10 maddəlik sülh planı təbii ki, tələblər bir-birindən kəskin şəkildə fərqlənir, amma tərəflərin hər ikisinin bazı olaraq bunları qəbul etməsi və müzakirələrə hazır olduğunu bəyan etməsi bir tərəfdən sevindiricidir, çünki ən azından bir masa arxasında oturub problemləri həll etmək üçün 2 həftəlik də olsa bir imkan pəncərəsi açılır və onu da qeyd edeyim ki, bu olduqca vacib və kritik bir dövr olacaq. Amma bununla hər şey bitəcəkmi? Bunu demək çox çətindir. Çünki biz indiyə qədərki mərhələyə baxanda da 2 dəfə məhz danışıqlar prosesinin ortasında İrana qarşı hərbi əməliyyatlara start verildiyini görmüşük. Bəli. İndi də bu şəkildə, indi qeyd etdiyiniz, oxuduğunuz şərtlər daxilində Amerika Birləşmiş Ştatlarının bunu qəbul etməsi faktiki olaraq onda belə bir sual ortaya qoyacaq ki, bu bir aydan artıq davam edən müharibə nə üçün? Yəni söhbət İran həqiqətən də uranı zənginləşdirməyə davam eləyəcəkdirsə, ballistik raket sisteminin məhdudlaşması baş verməyəcəkdirsə, hələ müharibədən əvvəlki dövrdən fərqli olaraq indi Körfəz regionundan Amerika Birləşmiş Ştatlarının qoşunlarının çıxarılması tələbi ortaya qoyulursa, o zaman bu müharibə niyə başlamışdı? Sualı ortaya çıxacaq. Problem ondadır ki, Amerika Birləşmiş Ştatları keçən dövr ərzində İranın müqavimət gücünü düzgün hesablamamışdılar. Yəni, qısa bir vaxt ərzində İranın tükənəcəyini hesab edirdilər, amma bu faktiki olaraq baş vermədi. Və baş verməyəndə də bu və digər şəkildə müharibənin hansısa formada dayandırılması lazım idi. Mən bu keçən dövr ərzində dəfələrlə elə sizin efirinizdə də bildirmişəm ki, Amerika Birləşmiş Ştatları üçün bu dəqiqə olduqca vacibdir danışıqlar prosesinin başlanması və müharibənin dayandırılması. Hətta bu nəticəsiz danışıqlar olsa belə, uzun müddətli danışıqlar olsa belə, bu indiki mərhələdə Amerika Birləşmiş Ştatlarına lazım idi. Çünki bir daxili təzyiq var. Qiymət artımı ilə bağlı təkcə belə deyək, Qərb ölkələrindən, Avropa İttifaqından olan təzyiqlər yox, eyni zamanda Amerika Birləşmiş Ştatlarının Asiyada olan Yaponiya, Koreya və digər ölkələr də bu Hörmüz boğazındakı vəziyyətdən əziyyət çəkir deyənə, bunların da bu və ya digər şəkildə təzyiqi var. Üstəgəl, indiyə qədər hər il milyardlarla vəsait ödəyən Körfəz ölkələrinin də təzyiqi var Trump administrasiyasına. O baxımdan hansısa mərhələdə indi prosesi dayandırmaq lazım idi və o da məlum idi ki, Trump bu prosesi dayandıranda biz artıq bütün hədəflərimizə çatdıq, biz qalibik, biz istədiyimiz hər şeyə nail olduq kimi bir bəyanat verəcək. Çünki əks halda müharibəni dayandırmaq faktiki olaraq mümkün deyildi. Amma gəlin onu da qeyd edək ki, 28 fevraldan keçən cəmi bir həftə müddətdən sonra Trump eyni bəyanatları vermişdi. Ki biz İranda artıq 3000 hədəf vurmuşuq, vurulası hədəf qalmayıb və biz artıq qalibik və üstündən 20 gün keçəndən sonra növbəti bəyanat oldu ki, artıq 10.000 hədəf vurulubdu İranda, sonra 12.000 hədəf vurulubdu İranda. Yəni, və İran da bunu heç cürə qəbul eləmir, deyir bunun reallıqla bir bağlılığı yoxdur. Təkcə o deyil məsələ, həm də məsələ ondan ibarət ki, 3000 hədəf vurandan sonra İranda hədəf qalmamışdısa, bu 10.000, 12.000 hədəf aradan ortaya çıxdı. Prinsip etibarilə bu günləri İranın belə deyək, Hürmüzü bağlaması və asimetrik müharibəni, yəni Körfəz ölkələrinə qarşı davamlı atəşi bu və ya digər şəkildə Trump'u da bu qərarı qəbul etməyə məcbur etdi. O da məlum idi ki, atəşkəsin elan olunması üçün bir tərəfdən İran daxilində siyasi institutların Sepaha təzyiqinin olması vacibdir. Dünən biz gün ərzində hər nə qədər rəsmi olmasa da, amma ayrı-ayrı beynəlxalq media quruluşlarında İran prezidenti Pezeşkiyanın Sepaha sərt, belə deyək, etirazlarına şahidlik etdik. Xüsusən də İslam coğrafiyasında Körfəz ölkələrinin zərbələr altında qalması ilə bağlı sərt təpkisini eşitdik. Və eyni zamanda bugün bu qərar qəbul olunandan sonra İsrailin biz çox təəccübləndik deyə bəyanat verməyə onu göstərir ki, Amerika Birləşmiş Ştatları da bu və digər şəkildə artıq İsrailin nazı ilə oynamamaq haqqında bir
özü üçün qərar qəbul eləyib ki, bu günləri atəşkəslə bağlı yəni sanki İsrailə tabe olmamaq mənasında. Bəli, söhbət ondan gedir ki, İndi Epstein oxşayan bir məsələ çıxartmasalar müharibəni belə davam etdirməsini istəyən bir tərəfdə İsrail var idi, digər tərəfdə də Sepah var idi. Çünki əslində belə deyək, İsrail tərəfində başa düşüləndir müharibəni davam etmək istəyi. Çünki İranda müharibə fonunda İsrail digər istiqamətlərdə öz istəyini təmin eləyirdi. Livan istiqamətində indiyə qədər İsrail tarix boyu bu qədər irəliləyiş əldə eləyib Livanın ərazilərini tutmamışdı. Eyni zamanda Fələstində hələ o istiqamətdə Qəzza zolağı və digər istiqamətlərdə öz istədiyini belə deyək təmin eləyir. Sepah isə ona görə danışıqlar istəmirdi ki, Sepah bu günləri danışıqlar nə deməkdir? Sakitliyin olması. Sakitlik olacaqsa İranda artıq siyasi institutların da normal fəaliyyətə başlamağı deməkdir. Amma Sepah bu gün hər şeyi əlinə alıb bir o imkanları belə deyək, əlindən vermək istəmirdi. İkinci bir tərəfdən də Sepah hələ də Avropa İttifaqı tərəfindən, Amerika Birləşmiş Ştatları tərəfindən, hətta bir neçə gün bundan qabaq artıq regiona aid olmayan Argentina tərəfindən belə terror təşkilatı kimi tanınan bir strukturdur və nəticə etibarilə müharibənin dayandırılmasından sonra belə bu terror təşkilatı damğası olan üzərindən götürülməyəcəksə, bu legitim hədəf olaraq Sepahın qalması deməkdir ki, o baxımdan onlar da danışıqlara isti yanaşmırdılar. İndi qərar qəbul olunub, amma yenə deyirəm, belə deyək, bunun nə dərəcədə davamlı olacağı hələ də şübhələr doğurur. Xüsusən də o baxımdan ki, tərəflərin ortaya sürdüyü şərtlər bir-birindən kəskin şəkildə fərqlənir. Yəni, söhbət Amerika Birləşmiş Ştatlarının 15 maddəlik sülh planından gedirsə, burada ana məsələ, belə deyək, İranın zənginləşdirilmiş urandan imtinası, uranı zənginləşdirmək bundan sonra da artıq tamamilə prosesin dayandırılmasından söhbət gedir. Ballistik raket sisteminin məhdudlaşdırılmasından söhbət gedir. Hörmüz boğazı istiqamətində İranın təsir imkanlarının tamamilə itirilməsindən söhbət gedir. İran isə bu 10 maddəlik planı bunun tamamilə əksidir. O baxımdan necə uzlaşdıracaqlar bunu? Kim qalib gələcək, kimin sözünü daha çox yeridə biləcək? Nəyin əsasında bir uzlaşma ortaya qoyulacaq, bunu demək olduqca belə deyək, çətindir. Və bu günləri yenə qeyd edirəm, təbii ki, Beynəlxalq Atom Agentliyi və s. bu və ya digər şəkildə proseslərə müdaxilə edib, ən azından nüvə ilə bağlı, uranla bağlı hansısa ortaq belə deyək, məxrəclərin əldə edilməsinə gətirib çıxara bilər. Amma Amerika Birləşmiş Ştatlarının İrana təzminat ödəməyidir, Körfəz ölkələrindən qoşunları çıxarmağıdır və bütün bunlar böyük, belə deyək, suallar doğurur. Xüsusən də və yaxud da qeyd etdiyimiz kimi müqavimət oxuna qarşı hücumların dayandırılması, yəni İran tərəfinin proksi qüvvələrinə qarşı İsrailin həyata keçirdiyi əməliyyatların dayandırılması. İsrail bunu nə qədər özü üçün məqbul hesab eləyəcək və yaxud da Amerika Birləşmiş Ştatları olmadan prosesi davam etdirmək 2 həftədən sonra yenidən bu prosesi davam etdirib etdirməyəcək, bunu təbii ki, zaman göstərəcək. Ümumiyyətlə, Rəşad müəllim, siz adama qəribə görsən oldu ki, Donald Trump'ı götürsək, bir liderin bu qədər tez-tez fikrin dəyişməsi, o deməkdir ki, onun sözünün heç bir dəyəri və ağırlığı yoxdur da. O nə, bu qədər sözünü dəyişməyi, adicə gün ərzində demək ki, bir sivilizasiyadan... Səhər bir bəyanat, axşam başqa bəyanat. Hətta saymışlar, neçə dəfə gün ərzində fikrini dəyişir və bir sivilizasiyanın yer üzündən silinəcək deməyə. Fikri necə? Bu 15 gün ərzində atəşkəsi deyibdi. 15 gün ərzində görəsən neçə dəfə fikri dəyişəcək? Təbii ki, yenə deyirəm, baxın, iki dəfə əgər danışıqlar prosesinin düz ortasında İrana qarşı hərbi əməliyyatlara start verilibsə, indi də heç nəyin qarantiyası yoxdur. Və o baxımdan İran tərəfinin davamlı şəkildə məhz o tələb üzərində danışıqlar prosesinə başlaması ki, Amerika Birləşmiş Ştatları öhdəlik götürməlidir və beynəlxalq birlik zəmanət verməlidir ki, bir daha bu hücumlar olmayacaq. Yəni, danışıqlar prosesi gedirsə ən azından, proses yekunlaşana qədər hücumların olmaması ilə bağlı Amerika Birləşmiş Ştatlarının bir öhdəliyinin ortada olması lazım idi. İndi bilmirəm, bu İslamabad təşriflərindən sonra Amerika Birləşmiş Ştatları belə bir öhdəlik götürübmü ya götürməyibmi? Düşünmürəm ki, ABŞ belə bir öhdəlik götürsün və yaxud da götürsə belə savabı öhdəliyi pozsa kim nə deyəcək Amerika Birləşmiş Ştatlarına prinsipi etibarilə. Amma yenə deyirəm, burada həm daxili təzyiq çox böyük rol oynayır. Söhbət təkcə demokratların, söhbət təkcə seçki dövrü, belə deyək, Trump komandasının xal itirməsi, səs itirməsindən söhbət getmir. Respublikaçıların daxilində belə fikir ayrılıqlarının ortaya olması. İkinci bir tərəfdən
bütün dünya tərəfindən qəbul olunmayan bir şeydir. Sən əgər bir ölkə ilə müharibə elan edirsənsə, müharibənin qanunları var və müharibə qanunlarına görə sən hərbi belə deyək, strukturlara qarşı mübarizə apara bilərsən, onları hədəf olaraq göstərə bilərsən, amma mülki obyektləri hədəf göstərmək, İran sivilizasiya olaraq ortadan götürüləcək demək, o deməkdir ki, sən mülki infrastrukturları, enerji infrastrukturunu, elektrik şəbəkələrini, körpüləri və s. hədəf alan əməliyyatlar belə deyək, özün üçün müəyyənləşdirirsən ki, bu da təbii ki, yol verilməzdir. Bu, bütün belə deyək, beynəlxalq qanunların da pozulmasıdır. Trump üçün beynəlxalq qanunların nə qədər əhəmiyyətli olub olmaması başqa söhbət mövzusudur. Amma təbii ki, burada bir tərəfin belə deyək, günahı ucundan baş verən proseslər deyil. Bəli. Yəni, bu günləri İran tərəfinin də Amerika Birləşmiş Ştatları və İsrailin hücumları fonunda Körfəz ölkələrinə bu qədər zərbə vurması, söhbət təkcə hərbi və yaxud da Amerika hərbi bazalarının vurulmasından getmir ki, bütün infrastrukturun hədəfi alan İran tərəfindən əməliyyatların keçirilməsi də faktiki olaraq bu da həm İrana qarşı cəbhənin genişlənməsinə yatırıb çıxarırdı, həm də bu da necə ki, onlar infrastrukturu zərbə altına qoyaraq beynəlxalq hüququ və s. pozurlar, İran da faktiki olaraq eyni şey eləyirdi. Yəni, bu günləri bu iki tərəfin, ikisi də faktiki olaraq müharibə qanunlarını bir tərəfə atan mövqe ortaya qoymuşdular. Ümid eləyək ki, belə deyək, bu 15 günlük atəşkəs yekun razılaşmanın əldə olunmasına yatırıb çıxaracaq. Amma açığı məndə buna ümid elə də çox deyil. Başqa şeylər də ola bilər. Məsələn, Amerika Birləşmiş Ştatları ilə İran arasında danışıqlar prosesi 15 gündən sonra da uzaldıla bilər və bu müddət ərzində də İranın daxilində artıq B planının işə düşməsi baş verə bilər. Yəni, daxildə qarşıdurmalar, vətəndaş qarşıdurması, radikal qruplaşmaların İran daxilinə keçməsi ilə daxildə silahlı insidentlər və s. nəticə etibarilə uzun müddətli bir xaos. Yəni, bu da belə deyək gözləniləndi, amma təbii ki, bunun üçün ilk olaraq 15 günü gözləməyimiz lazımdır. Görək nə hara aparacaq, bu 15 gündən sonra nələr olacaq? Çox sağ olun gəldiyiniz üçün, maraqlı, ətraflı şərhiniz üçün Rəşad Bayram. Çox sağ olun. Əziz tamaşaçılarımız, efirimizin qonağı politoloq Rəşad Bayramov idi.